Qusarda 1982-ci ildən 2016-cı ilə qədər istismar olunan və artıq 10 ildir istifadəsiz qalaraq bataqlığa çevrilən Bənövşə Gölü su anbarına yeni nəfəs veriləcək. Bugündən anbarın bərpasına başlanılıb. Bu məqsədlə su anbarının ətrafında tədbir keçirilib. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbəri və rayon ictimaiyyəti iştirak ediblər. Bildirilib ki, su anbarı 2016-cı ildə kiçik şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsinin icrası başa çatdıqdan sonra istifadəsiz qalaraq quruyub. Layihə üzrə su anbarının bərpası işlərinə başlanılıb. Bu yenidən qurulma təkcə infrastruktur layihəsi deyil, eyni zamanda sosial əhəmiyyətli təşəbbüsdür. Layihənin icrası nəticəsində 7 kənddə yaşayan 11 min nəfərdən artıq əhalinin içməli su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulur. Hazırda su anbarının bərpası layihəsinin birinci mərhələsində anbarın lil və çöküntülərdən təmizlənməsi, zəruri yerlərdə beton örtüyünün bərpası, su xəttlərinin yenilənməsi, mühafizə hasarının çəkilməsi və digər işlərin görülməsi planlaşdırılır. Rayon əhalisinin cəmaatın suya olan tələbatı günü-gündən artmağı, o cümlədən Qusar şəhəri bir durum şəhəri olduğu üçün əhalinin bura axını, suya olan tələbatı daha da artmışdır. Bunlar nəzərə alınaraq bu gölün bərpası hal-hazırda başlanmışdır. Qusar rayonunda əkin sahələrin suvarılma suyuna olan tələbatının ödənilməsi üçün mütəmadi olaraq meliorativ tədbirlər görülür. Bundan başqa sel və daşqınlara qarşı çay məcrasında məcra təmizləmə işləri həyata keçirilir. Hal-hazırda tərəfimizdən idarəmizin texnikaları torpaq məcralı kanallarda lildən, kolkosdan təmizləmə işləri, o cümlədən Qusar çayında, Samur çayında selə qarşı sahil bərkitmə işləri davam olunur. Yəni əhalinin fasiləsiz dayanıqlı suvarma suyu ilə təmin etmək məqsədi ilə qeyd elədiyim işlərin görülməsi çox önəm daşıyır. Ona görə də hal-hazırda bütün texnikalarımız, ekskavatorlarımız kanallarda, torpaq məcra kanallarda lildən, kolkosdan təmizləmə işləri aparır. İdarə tərəfindən suvarma sahəsində son illərdə görülən işlər əkin sahəsində və meyvəçilikdə məhsuldarlığı artırıb. Hazırda fermerlər meyvə bağlarında suvarma mövsümünə hazırlıq məqsədi ilə işlərə başlayıblar. Hal-hazırda suvarma sistemləri var. Suvarma sistemlərinin təminatı üçün Qusar çayından su alırıq. Həmin aldığımız suyla quyularda duruldaraq şlanqlar vasitəsilə, suvarma sistemləri şlanqları vasitəsilə borularla suvarılır. Yaz aylarında olur, sel axınları olur, təhlükə yaranır. O üçün suvarma sistemləri idarəsindən xahiş edik, sel çəkilib, orada bənd vurulub ki, yuyub çay kəndə təhlükə törətməsin. Qeyd edək ki, Qusar rayonunda növbəti mərhələdə içməli su təminatında ciddi problemlər yaşayan Köhnə Xudad, Əvəcük, Gedəzeyxur, Bədişqala, İmamqulu kənd, Gündüzqala kəndlərində su xəttlərinin çəkilməsi və Aşağı Ləgər kəndinin içməli su xəttinin də bu anbara qoşulması nəzərdə tutulur.